Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Zaur Baxşaliyev anlamır ki, insan oturduğu yerdə özünü asa bilər. Hər bir insanın içində həm cinayət törətmək, həm də müdafiə potensialı var. Müstəntiqin peşəkarlığı ölüm işlərinin açılmasında ortaya çıxır. Müstəntiq düşünən beyin olmalıdır, pinəçi yox. Xəbər verilir ki, bu fikirlər Respublika Prokurorluğunda mühüm işlər üzrə baş müstəntiq işləmiş hüquqşünas, dedektiv yazıcı Müşfiq Abbasov deyib. O, müsahibəsində müstəntiqlərin iş prinsipləri, intiharlar, qadın qətlləri, televiziya və sosial şəbəkədə cinayət materiallarının təsvir olunması, oğru aləmi və bir çox maraqlı mövzulardan danışıb. Müşfiq Abbasov bu fikirdədir ki, şou verilişlərində cinayət işlərindən danışılması həmişə zərər çəkən tərəfi, təqsirləndirilən tərəfi çaşdırır. Zaur Baxşaliyev gedib görən boyda hadisə yerinə. Bir nəfər orada özünün çarpayından asıb. Zaur həmin çarpayını göstərir və deyir ki, Muradın adam özünü necə asa bilər? O hüquqşünas deyil, kriminalist deyil. Anlamır ki, insan oturduğu yerdə də özünü asa bilər. Asfiksiya yaranan anda insan özünü idarə etmək imkanından məhrum olur. O zaman zarafatla təklif etmişdim ki, Zaur müəllim, əgər insan özünü oradan asa bilməzsə yoxlayın. Təbii ki, bu mümkün də deyil. İndi təsəvvür edin, Zaurun sözlərini eşidən zərər çəkənin qohumu müstəntiqin yox, Zaur Baxşaliyevin dediyini qəbul edəcək. Çünki o intihar faktını qəbul etmək istəmir.